Cinema Radio, Cinema Radio, Cinema Radio. Dost Sinema rubrikasına keçid aldıq, hörmətli dinləyicilər və bugün qonağımız kinorejissor, Kinobox platformasının təsisçisi və rəhbəri Elvin Abdulladır. Xoş gəldiniz. Salam, çox sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün bu arada. Elvin bəy, hörmətli dinləyicilər, xatırladım ki, Elvin Abdullah çox istedadlı aktyor, rejissor, Fərman şəkili kimi tanınan və sevilən mərhum Fərman Abdullayevin oğludur. Elvin bəy, sizin rejissorluq fəaliyyətinizlə bağlı ayrıca danışacağıq, amma siz bir startup təsisçisisiniz, Kinobox. Nə təklif edir bu platforma? Öncə ondan başlayaq. Bu platforma regional filmləri özündə birləşdirən və bütün regionda vahid platforma olmağı hədəfləyən onlayn streaming platformadır. Yəni biz analiz edirik, təhlil edirik və görürük ki, bütün ölkələrdə həmin ölkənin öz filmləri daha çox satılan, daha çox baxılan olur. Bu əksər ölkələr üçün keçərli bir məsələdir. Həmçinin də bizim ölkə və bizim regionda olan digər ölkələrin də filmlərini özündə birləşdirən bir platformaya ehtiyac var idi. O platformanı da biz yaratdıq. İnşallah birinci mərhələ Azərbaycan, ikinci, üçüncü mərhələdə isə türk dilli ölkələrin, türk dilində danışan türk dilli ölkələrin platformasına dönüşməyi hədəfləmişik. Bu platformada bir ümumi statistika aparırsınız? Yəni hansı Bəli. filmlər daha çox üstünlük təşkil edir? Əlbəttə. Yəni hal-hazırda bizdə o məlumatlar var, amma sual hansı yandadır desəz daha dolğun cavab verə bilərəm. Məsələn, daha çox dram, komediya, qorxu filmlər, hansılar daha çox baxılır? Əslində çox düzgün vurğuladınız. Hal-hazırda bizim platformada ən çox izlənilən bir film var. O film mənim filmimdir, səmimi desəm. Film 21 yaşdan yuxarı auditoriya üçün nəzərdə tutulmuş bir filmdir əslində. Yəni underground janrdadır və çox qəddar səhnələri özündə ehtiva edən bir filmdir. Filmin adı Pozğundur bu arada. O film ən çox baxılandı. Hal-hazırda bizim statistikalar bunu göstərir. Ondan sonra ən çox baxılanlar arasında bəli, komediya da var, amma qorxu janrında olan film də yenə daha çox baxılanlar arasındadır. Baxmayaraq ki, biz onun reklamına və ümumiyyətlə daha çox yayılmasına o qədər də efor xərcləməmişik, enerji qoymamışıq. Bunlar əlbəttə ki, təəccüblü deyil bizim üçün. Çünki onlayn platformanın xüsusi bir auditoriyası var, xüsusi bir yanaşması var. Onlayn platforma məhz televiziyanın və digər məcraların senzurasından azad olunmuş kontentləri özündə birləşdirən bir format olmalıdır. Ona görə də qıcıqlandırıcı kontentlərin platformalarda daha çox baxılması artıq təəccüblü gəlmir bizə. Bəs yaş kateqoriyasını necə izləyə bilirsiniz? Daha çox hansı yaş kateqoriyasına baxır? Bizdə hansı yaş kateqoriyası əsasən 18-30 yaş arasında olan yaş kateqoriyası daha çox platformalarda abunəçilik, subscription olur, yəni daha çox platformadan istifadə edir. Hələ ki, təhlillərimiz bunu göstərir. Elvin bəy, bu yaxınlarda sözü gedən platforma Amerika Birləşmiş Ştatlarından keçirilən nüfuzlu sərgidə təqdim olundu. Necə qarşılandı? Kimlərlə görüşdünüz? Bəli, biz Amerikada qlobal iş adamlarının konfransında iştirak elədik. Orada bizim bir çox məqsədlərimiz var idi, tapşırıqlarımız var idi. Onlardan böyük əksəriyyətini təəssüf ki, hələ tam geniş ictimaiyyətə deyə bilmirik. Amma sadəcə bir cümlədə deyə bilərik ki, biz Kinoboxu sadəcə bir platforma kimi təsis etməmişik. Kinobox böyük məqsədləri özündə daşıyan, beynəlxalq keyfiyyətə cavab verən, bəlli bir biznes plan üzrə
iri addımlarla addımlaya biləcək bir platforma olması üçün lazım olan şəxslərlə görüşdük Amerikada. Bu həm başqa məşhur onlayn platformaların təsisçiləri, onların idarəçiləri idi ki, onlarla bir təcrübə bölüşümü etdik. Həm də ümumiyyətlə biz bir biznes kimi platformanın inkişafı üçün nələrin lazım olduğu haqqında böyük iş adamları ilə danışdıq. Məsəl üçün həmin o konfransın əsas qonağı Mark Cuban idi. Mark Cuban dünyaca məşhur milyarderdir və Netflixin və Amazon Prime səhmdarçısıdır. Ona görə də o və onun komandası ilə görüş keçirmək, danışmaq və onların bizə göstərdiyi istiqamətləri dəyərləndirmək bizim üçün olduqca böyük bir dəyər qatdı. Gəlin bir qədər də Xorvatiyadan danışaq. Xorvatiyada görüşünüz oldu. Bəli, Xorvatiyada da Mədəniyyət Nazirliyinin rəsmi səfəri çərçivəsində mədəni əlaqələrin genişləndirilməsi ilə bağlı görüşlərimiz keçdi. Oranın audio-vizual mərkəzi ilə, yəni belə deyim, oranın Xorvatiyanın arkası ilə bizim bir görüşümüz oldu, ümumi bir görüş və orada artıq həmin o sektorun nümayəndələri, o sənayenin nümayəndələri də oradaydı. Onlayn platforma nümayəndələri, həmçinin istehsalçılar, productionlar və s. Onlarla görüşlərimiz oldu. Zagreb filmlə ayrıca bizim bir görüşümüz oldu. Ümumiyyətlə Xorvatiya ilə bu, yəni rəsmi səfər çərçivəsində nə edə bilərik, hansı işbirliklər görə bilərik? Bildiyiniz kimi Xorvatiyada Avropa Birliyindədir. Ümumiyyətlə Avropada nə kimi imkanlar var? Həm Kinobox-la bağlı, həm oradan bura filmlərin cəlbi ya bizim filmlərin xarici çıxması ilə bağlı. Onu da qeyd edeyim ki, Kinobox ümumiyyətlə təkcə Azərbaycan filmlərini Azərbaycanda göstərmək deyil, buradakı filmləri xarici çıxarmağı da hədəfləyib. Ona görə bizim bu beynəlxalq səfərlərimiz bir hissəsi də, böyük bir hissəsi də ona fokuslanıb ki, biz yeni marketplace'lər necə tapa bilərik bizim filmlərimiz üçün. Çünki bu qaçınılmazdır, yəni bu tapılmalıdır ki, büdcələr böyüsün. Bu biraz başqa mövzuya toxunmuş kimi, başlamış kimi olur, amma yəni bir cümlədə deyim ki, mən özüm istehsalçıyam, film istehsalçısı. Biz əlbəttə ki, market böyüməlidir. Baxanlar, tamaşaçılar, bilet satışları çoxalmalıdır ki, büdcələr çoxalsın. Həm də əksinə, büdcələr böyüməlidir, yaxşı filmlər çəkilməlidir ki, bilet satışı çoxalsın. Bu belə qarşılıqlı bir şeydir deyə biz bu görüşləri keçirdirik, belə deyim. Yenə planda var hansısa ölkədə? Əlbəttə, əlbəttə. Önümüzdəki bir il ərzində biz durmadan aparıcı ölkələrlə görüşlər aparacağıq. Yəni durmadan hər şəraitdə onlarla görüşəcəyik. Dediyim kimi məqsədimizin böyük bir hissəsini geniş ictimaiyyətə deyə bilmirik, amma deyə biləcəyimiz budur ki, hər şey Azərbaycan kinosu üçün xeyirli olması üçün çalışırıq yəni. Yəni varmı özünüzə bir məqsəd qoymusunuz ki, məsələn, bir neçə ilə tam istədiyiniz formatda artıq olacaq? 100%, bəli, əlbəttə. Bunlar konkret olaraq qoyulub. Biz inşallah ən geci 3 ildən sonra minimum 500-700 min abunəsi olan bir platformaya dönüşməliyik. Uğurları öncədən diləyirəm. Çox sağ olun, təşəkkür edirəm. Gəlin biraz da prodüser, menecer Elvin Abdullah'dan danışaq. Siz rejissor Elvin Abdullah kimi Xənnasla məşhurlaşdınız. Düzdür, bu sual bir qədər gecikmiş ola bilər, amma niyə məhz Xənnas? Niyə məhz Xənnas? Əslində həmin dövrdə mən demək istədiyim bir sözüm var idi, bir müəllif kimi. Biz baxdıq ki, qorxu janrı Azərbaycanda işlənilməyib. Ona görə də düşündük ki, qorxu janrı ilə bu sözü qorxu janrı ilə deyək. Yəni qorxu janrı ilə bir film çəkək. Orada yenə deyirəm, mənim müəllif kimi demək istədiyim sözüm var idi. Mənim 25 yaşım var idi. Xənnas filminin bir cümlədə mənası budur ki, ədalət mütləq öz yerini tapacaq. Yəni 100 il keçsə belə mütləq pislər cəzasını alacaq kimi bir sözüm var idi. Cəmiyyətə demək istədiyim. Və onu qorxu ilə demək istədim. Və onu biz qorxu janrı ilə onu deməyi daha belə orijinal hesab elədik. Çünki qorxu janrı yox idi və hələ də təəssüf ki, yaxşı nümunələri demək olar ki, yoxdur. Belə oldu, Xənnas filmini
çəkdik. Xənnas adı isə Qurani-Kərimdə Nas surəsindən gələn bir ifadədir. Xənnas xüsusi cin növüdür. O istədiyini almayınca insanlardan əl çəkmir. Ona görə adını da Xənnas qoyduq. Aha. Siz necə bilirsiniz? Yəni filmdən istədiyinizi ala bildiniz? Mən sizə belə cavab verim səmimi ki, filmdən istəmədiklərimi də almışam əslində. Çünki 25 yaşlı bir insanın çəkdiyi filmin bu qədər uzun müddət müzakirələrdə olması, beynəlxalq festivallara getməsi, mükafatlar alması və bilirsiniz, Türkiyədə 153 lokasyona, yəni bütün Türkiyədə kinoteatra çıxmış tək Azərbaycan filmidir. Yəni bunlar elə bir uğurlardır ki, biz bu qədərini gözləmirdik açıq. Mən səhv eləmirəmsə kinoteatrlarda ikinci dəfə nümayiş olunur. Tamamilə doğrudur. İkinci dəfə də nümayiş olunan, yəni belə bir qeyri-adi bir şey oldu. Bax, necə düşünürsüz? Bu, yəni səbəbi nə idi bunun? Yəni bu qədər marağın səbəbi nə idi? İndi qorxu filmləri yox idi, o başqa. Yəni tamaşaçı buna bəlkə də ac idi. Başqa nə ola bilər? Yox, səmimi desəm qorxu ilə heç bir əlaqəsi yoxdur. Xənnasın uğurunun, bu mənim şəxsi təhlilimdir. Xənnasın uğuru yalnız belə təvazökarlıqdan uzaq kimi səslənsə də, amma mən bunu bir peşəkar, mütəxəssis kimi, yəni təhlilimin cavabı olaraq sizə deyirəm ki, yaxşı film yaxşı filmdir. Yəni biz ki, nətər ki, məsəl üçün indi oturub Leon filminə baxırıq, Titanika baxırıq, nə bilim, hərənin öz zövqünə görə, yəni məsəl üçün Azərbaycan filmlərindən o olmasın, bu olsuna baxırıq. Yəni 60-ların filmlərinə və s. Bu necə olur? Çünki yaxşı film yaxşıdır. Çünki həmin o keçirdiyi tamaşaçı ilə o filmin arasında baş verən o keçirdiyi həmin o psixoloji prosesləri yenə də keçirdir, katarsis deyirik biz. Həmin o katarsis baş verdiyi üçün o təkrar ona baxır və uzun illərdə baxacaq. Biraz belə misal qəribə olsa da bu şey kimi ola bilər. Yaxşı yeməyi yemək kimi və yaxud yaxşı içkidən bir çudum almaq kimi. Bu belə bir şeydir. Yəni dünən yemişəm deyə bu gün niyə yeyim? Belə bir şey olmur. Dünən də yemişəm, amma bu gün də yeyəcəm və buna bənzər bir şey olduğunu düşünürəm. Ona görə yaxşı film varsa, o yaxşı filmdir və bu uzun müddət ona baxılacaq. Xənnasın uğuru qorxulu olmağında deyil, səmimi desəm. Əksinə qorxmaq istəyənlərin mənfi rəyləri olub bizə ki, çox da qorxmadıq falan filan, gözləyirdik daha qorxulu olsun falan, belə rəylərdə olub. Amma onun altyapısında olan mənası hansı ki, biz demək istəyirdik, məncə insanlara o daha çox özünə cəlb edir. Necə bilirsiniz? Bax, deyirsiniz ki, məsələn, bu film uğurlu oldu və buna yəni baxmaq həvəsi tükənmir. Necə bilirsiniz? Aktyor seçimi idimi, yoxsa peşəkarlıqla yanaşmaq idi? Nə idi əsas uğuru? Bilirsiniz, film kompleks bir məhsuldur. Filmdə aktyor yaxşı, senarist pis, senari aktyor yaxşı, rejissor pis və yaxud hərəsinin hansından birisə yaxşı, birisə pis oldusa, məhsul yaxşı olma ehtimalı çox azdır. Bu kompleks bir məsələdir. Siz qeyd etdiyiniz kimi buna peşəkar yanaşma ilə yanaşmaq lazımdır və heç nədə güzəştə getmək lazım deyil. Rəssam işində, aktyorda, rejissorda, senaristdə, prodüserdə, musiqidə, montajda, rəngdə, bunların heç bir mərhələsində və PR marketinq qarışıq, heç bir mərhələsində balaca bir şey belə güzəşt getmək olmaz. Getdinsə, o filmin uğurlu olması riskdir. Ona görə də bizim Xənnasda da mən düşünürəm ki, kompleks bir yanaşma, yəni aktyor da yaxşıdır, rejissoru deyənmərəm, siz deyərsiniz. Senarist də yaxşıdır və s. Ona görə də uğurlu bir film alındı. Mən belə düşünürəm, yəni. Varmı işlərinizdə elə bir film ki, orada bir vergül var? Hardasa tam ürəyinizcə deyil. Nəysə, baxdıqca düşünürsünüz ki, kaş onu mən bir başqa cür çəkərdim. Var, əlbəttə var. Var. Yəni, başqa cür çəkərdim ya da çəkməzdim dediyim işlər də var. Bilmirəm, onların adlarını çəkmək biraz məncə düz olmaz, amma bəzən elə olur ki, yəni səmimi desəm, yaşamaq, qazanmaq və həyata davam eləmək lazım olur. Həmin vaxtda sənə uyğun olmayacağına əmin olduğun sifariş gəlir.
Sən bilirsən ki, bu sifariş o qədər də sənə belə deyim, reputasiya və müsbət nəsə gətirməyəcək, amma eləməyə məcbur olursan. Bir bu case olur. Bir də hər zamanki kimi tez ol, büdcə yoxdur, qardaşımsan, gönlünü insan. Bir də bu case'lər olur deyə əlbəttə ki, keyfiyyətdən biz itirirdik. Amma artıq çox kəskin şəkildə, yəni evi satıb çöldə yaşamaq belə məcburiyyəti olsa, bu şeyə minimum 15-20 il getməyəcəyimə söz verdiyimə görə yəqin ki, indidən sonra ürəyimcə olmayan bir iş olmayacaq. Tam ürəyinizcə olan hansı işdir? Vallahi tam ürəyimcə olan, bu çox çətin sual. Tam ürəyimcə olan belə bir işim yoxdur. Hardasa tənqidə açıqsınızmı, düzdürmü? Çox rahat. Normal qəbul 100%. edirsiniz. Tam rahat. Və- Mən özüm də qoşulub daha fərqli tənqidlər elə bilərəm ki, siz burasını görmədiniz, amma orası da pis idi. Amma bu yaxşı bir keyfiyyətdir. Çünki gələcəkdə öz işlərində artıq daha peşəkarlaşırsan. Düzdür, tənqidi qəbul eləməyənlər də var. Çoxdur. O artıq başqa bir mövzudur. Sizcə nəyə görə tamaşaçılar qorxu filmlərinə daha çox baxır? Əslində tamaşaçılar qorxu filmlərinə baxmır. Və qorxu filmi bütün dünyada ən az satılan janrdır əslində. Bizdə də əminəm ki, Xənnas qorxu filmi olmasaydı, başqa janrda olsaydı, amma eyni mənanı ehtiva edən, eyni belə deyim, yaxın ssenari olan başqa bir janr olsaydı, indi Xənnasa baxanların sayını 4-ə 5-ə vurmaq olardı məncə. Qorxu janrı əslində çox satılan, çox bəyənilən janr deyil. Azərbaycan kinosunu kommersiya relslərinə qoymaq üçün bu gün nə tələb olunur? Kino özü mahiyyətini dəyişir. Biz bunu artıq müşahidə edirik. Bizim kinoboksu təsis etməkdə də məqsədimiz odur. Kino artıq ənənəvidən rəqəmsala daşınmağa başlayıb. Bu proses artıq başlayıb və bu mənim şəxsi fikrimə görə, yəni mənə elə gəlir ki, 15 il, bəlkə maksimum 20 ildən sonra kinoteatrlar belə olmayacaq kimi gəlir mənə, yəni bu dərəcədə. Ona görə kommersiya filmi deyəndə nəyi nəzərdə tutursunuz məsələsi məni düşündürür. Yəni əgər o sualı belə qoysaq ki, Azərbaycan filminin daha çox adam baxması üçün nə etməliyik? Yəni dünyaya çıxması üçün və s. Yəqin ki, mütləq co-productionlar eləməliyik. Başqa ölkələrlə birlikdə filmlər çəkməliyik. Bu bizim üçün birinci addım ola bilər deyə düşünürəm. Rejissor kimi Elvin bəy qoyduq kənara. Bir aktyor kimi gəlin sizdən danışaq. İlk işinizdən, ümumiyyətlə bugünə qədər çəkildiyiniz filmlərdən danışın bizə. Aktyor kimi səmimi desəm, yəni özümü ümumiyyətlə bəyənmirəm və aktyor kimi çəkilməyə əslində məcbur olmuşam. Çünki sırf bu maliyyə axtarışında və s. biz ki, özəl sektorun nümayəndələriyik və sponsorlarla görüşməyə lazım olur və s. Bəzən onlarla görüşəndə işlərivi demək belə cansıxıcı bir prosesə çevrilir. Deyirsən ki, filan filmi görmüsən, hə o filmi mən çəkmişəm falan filan. Amma direkt sən tanıyanda üzdən bu daha böyük bir avantaja çevrilir. Sırf bu məqsədlə başlamışıq filmlərdə çəkilməyə ki, bizi tanısınlar. Çünki bizə növbəti işlərimiz üçün büdcəyə dəstək lazımdır. İlk aktyor kimi başlamışsınız yoxsa rejissor? İlk aktyor kimi başlamışam. Çünki atam aktyor olduğuna görə uşaq aktyorlar tapmaq da çətin olur. Bəli. Və mən 3 yaşından başlamışam çəkilməyə. Yadınızdadır o ilk iş. Yadımda deyil, amma yazıları var deyə, dəfələrlə baxmışam deyə hansı iş olduğunu bilirəm, amma yadımda deyil. Hansı filmlərdə çəkilmişsiniz? Bəlkə bizim dinləyicilərimiz ilk dəfə sizi görür. Yox, mən daha çox tamaşa və verilişlər, hansı ki yumoristik verilişlər olurdu onlar. Yəni 2008-ə qədər veriliş aparmışam, aparıcı olmuşam, canlı yayım aparmışam 6 yaşında falan. Belə bir təcrübə ilə gəlmişəm. Eldar Quliyevin Bu Dünya Nə Gözəldir filmində də çəkilmişəm. Ondan sonra isə universitet dönəmindən sonra isə bir serial və bir filmdə çəkilmişəm. Hansı ki dediyim məqsədlərə görə, yəni belə, yəni əslində çox kameranın qabağında çox olmağı xoşlamıram, səmimi desəm. Kamera arxasında daha çox
idarə etmək daha 100%. çox sizi cəlb edir. Bəli. Növbəti işlərinizdən, layihələrinizdən bizə danışın. Biz bu il 2 layihəyə hazırlaşırıq. Onlardan biri yerli tamaşaçı üçün nəzərdə tutulub. Digəri isə əgər istədiyimiz eləyə bilsək, həmin bizim bayaq qeyd elədiyimiz co-productiondan, co-produksiya ilə, yəni birlikdə istehsalla türk dilli ölkələrə vizyona çıxa biləcək bir film üzərində çalışırıq. 2 böyük layihəmiz var, yəni belə deyim. Fərman bəyin oğlu olmaq hissi nə deməkdir və onu səhnəyə necə daşımalısınız? Əlbəttə ki, bu həqiqətən də sizin dediyiniz kimi həm də böyük bir məsuliyyətdir. Çünki bizim sahədə olan bir çox yaşlı, qocaman, müəllim dediyimiz və onlar gələndə ayağa qalxdığımız adamlar mənim atamdan dost olublar, əksəriyyəti. Ona görə də mənim atdığım hər addım, gördüyüm iş, qəbul etdiyim qərar bu işlərlə bağlı. Bunlar əlbəttə ki, Fərmanın oğludur, falan şey edir, həm də məsuliyyətini mənə yüklüyür. Tam belə səmimi deyim ki, əminəm ki, atamın yaradıcılığına heç vaxt çata bilmərəm. O sırf yaradıcı adam idi, o əsl yaradıcı adam idi. Məndə biraz business mindset, marketing mindset də belə var. Amma o sırf o yaradıcı insan olaraq çox dərin və böyük izlər buraxıb əslində yaxşı bilənlərin arasında. Teatr sferasında daha çox. O ilk pantomim tamaşasını göstərib, festival qalib olub və s. Yəni çoxdur əslində onun uğurları. Ona görə də bəli, belə bir məsuliyyət var. Onun qədər olmasa da, amma biz də əlimizdən gələni eləyirik ki, ona biraz da olsa layiqli övlad olaq. Elvin Abdulla hal-hazırda bizim dinləyicilərimizə nə məsləhət görərdi? Məsələn, aktyor olmaq və ya rejissor olmaq istəyən gənclərimizə nə məsləhət görərdiniz? Hardan başlasınlar? Məncə birinci çox müşahidə eləsinlər. Ətrafda baş verənləri, insanları, özlərini, mütləq məncə psixologiya və fəlsəfəni çox yaxşı bilməlidirlər. Çox oxumalıdırlar, çox baxmalıdırlar. Düşünürəm ki, bu dediyim şeylər bir yaradıcı insan üçün qaçınılmaz olan, qaçınılmaz dərəcədə lazım olan şeylərdir. Bəs yadda qalan bir film çəkmək üçün əsas sütun olaraq nə götürülməlidir? Nə demək istəyirsən? İdeya mı? Bəli, nə demək istəyirsən? Bu filmi bitəndən sonra mən Türkiyədə magistr oxumuşam. Bəzi sözlər belə türkcə falan deyirəm, üzrlü hesab edin. O bir şey var. Bana nə? Mənə nə? Yəni bu filmi izlədikdən sonra tamaşaçı ki deyəcək mənə nə? O mənə nə deyəndə, yəni niyə bunu izlədim ki? Saat yarımımı niyə aldın? Sualının cavabında da əslində bütün sir. Mən belə deyərdim. Nə deyirsən? Sözün nədir? Nədən danışdın? Məsələ odur, məncə. Hələ demək sözünüz var? Cəmiyyətə? Bəli. Filmlərinizlə. Məncə var. Məncə var. Var. Cəmiyyət, bizim cəmiyyət olaraq deməyim, amma dünya olaraq özünüz görürsünüz. Hər şey qarışıb bir-birinə. Onlara çox şey demək lazımdır məncə. Məsələn, Elvin Abdulla kimi sizi narahat edən hansı mövzu var ki, siz onu kinoya daşımaq istəyərdiniz? Çox çətin sualdır. Bu mənada ki, buna açıq cavab vermək mənim üçün çox çətin olacaq. Ona görə də sadəcə belə deyə bilərəm ki, son zamanlar dünyamızda baş verən siyasi məsələlər, məni bir vətəndaş kimi, bir yaradıcı insan kimi, bir gənc insan kimi həqiqətən ürəkdən narahat edir. İstəməzdim ki, belə bir dünyada yaşayaq. Çünki siyasi ambisiyalara görə uzun illərdir uşaqlar valideynlərsiz qalır. Uzun illərdir insanlar yeməyə çörək tapmır və sadəcə belə bizim kimi
bizdən uzaq oturduqları yerdə başlarına hansısa raket düşür və onları partladır. Bunlar çox ciddi məsələlərdir. Amma biz bunların üstündən bəzən keçirik vəcsizliyimizdən, bəzən keçməyə məcbur oluruq, çünki keçməsək bizim üçün problem olacaq. Bu məsələlər məni narahat edir. Mən sizə uğurlar, yaradıcılıq uğurları diləyirəm. Maraqlı filmlər sağ olun. diləyirəm. İnşallah ürəyinizcə olan bir rol da olar. Siz onu səhnədə ifa eləyərsiniz. Çox təşəkkür edirəm sizə. İnşallah, çox sağ olun. Mən sizə təşəkkür edirəm. Minnətdaram, diqqət ayırdınız, məni dəvət etdiniz. Çox xoş oldu sizdən söhbət eləmək. Minnətdaram. Sinema Radio, Sinema Radio, Sinema Radio.